Doktor, funksional rinoplastika nə deməkdir və estetik əməliyyatdan nə ilə fərqlənir? Ela xanım, burnumuz iki vacib funksiya daşıyır. Bu biri estetik görünüş funksiyasıdır, biri də ən vacib nəfəs alma funksiyasıdır. Əgər burundan nəfəs alma ilə bağlı və bunun estetik görünüşün bu nəfəs almaya ciddi təsiri varsa, biz həmən pasientlərdə funksional rinoplastika icra edirik. Yəni burun görünüşünü nəfəs alma funksiyasına uyğun olaraq dəyişirik. Bu funksional rinoplastika hesab olunur. Ümumi rinoplastikadan fərqi nədən ibarətdir belə qəbul olunan? Bəzən olur ki, yəni xarici burunda o qədər də problem yoxdur, nəfəs almaya da təsir etmir. Estetik bir kompleks yaradır pasientdə. O zaman biz onu estetik rinoplastikaya aid edirik. Funksional rinoplastika isə həqiqətən də burun görünüşü sırf burunun tənəffüsünə təsir edir.